Bağışlayan və mehriban Allahın adı ilə. Müsəlmanların imamı, möminlərin əmiri Həzrəti Əli əleyhissalam buyurur: Allaha qarşı günah olunmayan hər gün bayram günüdür. Xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə müsəlman xalqımızı təbrik edib, Allahdan yeni təbiət ilinin gəlişinin keçən ilə nisbətdə daha bərəkətli və ilahi hidayətlə keçməsini arzu edirik. Bu il Novruz bayramı müsəlmanların ilahi rəhbəri İmam Əli əleyhissalamın şəhadət günlərinə təsadüf edir. Buna görə də 1000 ildən bu yana Əhl-i Beyt eşqi ilə yaşayıb, bütün çətinlik və təzyiqlərə baxmayaraq, Əli əleyhissalamın eşqini qəlbindən çıxarmayan, dəyərli xalqımıza dərin hüzündə başsağlığı verib, İmam Əli əleyhissalamın ilahi məqamına xatir, Allahdan o həzrətin dünyada ziyarətini, axirətdə şəfayətini istədik. Xalqımızın ilahi və dini dəyəri olan Həzrət Əli əleyhissalamın şəhadətinə xatir, Novruz bayramı günlərinə şənlik və buna bənzər mərasimlərin keçirilməsindən çəkinməklə ilk növbədə Allaha, sonra da onun Peyğəmbərinə və Əhl-i Beytinə hörmət etmiş oluruq. Allah Teala Quran-ı Kərimdə buyurur: Ey iman gətirənlər! Allaha, Peyğəmbərinə və özünüzdən olan əmr sahiblərinə itaət edin. Bizə də Rəbbimizin əmrinə tabi olaraq İmam əleyhissalamın şəhadət günlərinə uyğun əməllər etmək yaraşar. Bu günlərdə yaxşı olar ki, İmam əleyhissalamın adına ehsan süfrələri açıb, əzan məclisləri təşkil edək. Biz də Ənsarullah 313 Maarif Cəmiyyəti olaraq Əli əleyhissalamın şəhadəti münasibəti ilə hər birinizə dərin hüzünlə başsağlığı veririk. Ya Ali, Ya Ali, Ya Ali, Ya Ali, Ya Ali, Ya Ali.